Bədəniniz gələcəkdə yaşır. Bu nə deməkdir? Yüksək kontrol, nə necə baş verəcək deyə narahat olmaq, yüksək kontrol hissi, təşviş, gələcəklə bağlı ya davamlı meditasiyalar etmək, ya xəyallar qurmaq, ya da indinin həzzini yaşaya bilməyib də davamlı sanki nə baş verəcəyi ilə bağlı narahat olmaq, güvənsizlik. Gələcəkdə yaşayan insanlar çox maraqlıdır ki, ortamda görsənməyən insanlardır. Niyə bilirsiniz? Çünki əgər siz zehnən gedirsinizsə gələcəyə, olmayan bir yerə, düzdür, gələcək yoxdur axı hələ, olmayıb da. Yoxdur və olmayıb. Keçmiş heç olmasa olub, orada var idiniz. Amma gələcək olmayıb hələ. Olmayan bir nöqtədə yaşayırsa zehniniz, yəni şüuraltınız gedirsə olmayan bir nöqtəyə, indiki reallığınızdan, yəni indiki sizdən və indiki bədəninizdən qaçırsınız. İndiki bədəninizdən qaçdığınız zaman isə indiki bədəniniz, indiki ruhunuz, indiki səsiniz, danışığınız, görüntünüz insanlara görsənmir.